Bismillahirrahmanirrahim. Esselamu aleykum ve rahmetullah. Allah ibadet itaatlerinizi, oruç namazlarınızı qəbul eləsin. Mir Cəfər ağa ilə birgə inşallah sizin huzurunuzdayıq. Hacı, selamun aleykum. Selamun aleykum ve rahmetullah. Allah əcr versin. Allah əcr versin. Allah oruç namazlarımızı qəbul eləsin inşallah. Həzreti Adəmin dastanından bir neçə məsələ və nöqtə qalıb ki, ona toxunmaq lazımdır. Burada bir məsələ budur ki, iblisin səcdə etməməsi. Allah Teala ona sual verir. İblis səcdə etmədi Adəmə. Allah Tebarək və Teala onu diyaloqa çağırır. Buyurur ki, gəl danışaq da, yəni sən öz dərdividir, nəyə görə səcdə eləməlisən? Belə çıxır ki, Allah Tebarək və Teala şans verir ki, yəni bəlkə dedi səhv eləyirəm, bəlkə lap belə nə olsa da Allah bilirdi ki, bu yenə inkar eləyəcək, yenə sözü üstə dayanacaq, inadı üstə dayanacaq, yenə də dialoq yolunu üstünlük verdi. Və özü də görürsünüz ki, Quran-ı Kərimdə tövsiyə eləyir ki, mənim o bəndələrimə müjdə ver ki, sözü dinləyər, amma ən yaxşısına tabi olar. Bu əslində həm də dialoqa dəvətdir ki, yəni danışın, eşidin və haqq söz deyildisə, möhkəm söz, gözəl söz deyildisə, fikir deyildisə, ağıllı insan onun ardınca getməlidir, onu qəbul etməlidir. Ona görə özü də baxmayaraq ki, o qüdrətdə oturub, yəni məcazi mənada, o qüdrət sahibidir, o güc sahibidir, o elm sahibidir. Hətta bilir ki, iblis nə deyəcək, hansı addımı atacaq, yenə də deyir ki, gəl danışaq, gəl söhbət eləyək, sənin dərdin nədir? Burada sual verir Allah Tebarək və Teala. Allahın ümumiyyətlə həm insanlıq, məxluqatla davranışı da Quran-ı Kərimdə belə çox qəribə görünür. Həqiqətən nümunədir. Məsələn, öz işçilərini, mələklərini xatırlayanda onları necə kəramətlə, hörmətlə yad edir. Kiramən katibin ki, yəni hörmətli katiblər. La yəsunə ma əmərəhumullah. Bəli. Bəli, ibadun mukramun. Çox kəramətli, hörmətli bəndələrdir onlar. Ya o cür xatırlayır öz işçilərini, öz məmurlarını. Və hətta iblis ki, ona üsyan etdi, onu da çağırır, hörmətlə, ona da dərdini de. Gəl, bax, onu mən yaratmışam, öz qüdrətimlə yaratmışam. Nə mani oldu ki, sən səcdə etmədin? Amma iblis belə qəribə bir məntiq qoydu ortaya. Dedi ki, mən ondan xeyirliyəm. Çünki məni oddan, onu torpaqdan yaratmışam. İstəyirəm hocam elə bu haqda, ümumiyyətlə iblis haqqında olan digər nöqtələrə də siz toxunasınız. Bismillahirrahmanirrahim. Salamlayıram tamaşaçıları sizləri. Mən istəyirəm bu ayədən və bu kimi ayələrdən yarana biləcək suallara toxunaq. Biri ayənin qrammatik mənasındadır, quruluşundadır. Əlbəttə, əvvəllər sosial şəbəkələr çox yayılmamışdan qabaq biz bu mövzudan danışsaydıq, kimsə deyərdi ki, yəni, niyə qaşınmayan yerdən qan çıxardırsan? Yəni, bunu kim bilir ki, durub deyirsən? Bunu gərək ancaq tələbələr izah eləyəsin. Amma təəssüf ki, indi belə deyil də. İndi bir də görürsən ki, lap belə sən deyən dini savada olmayan bir sıravi insana götürür bir nəfər, hansısa, məsələn, elm tələbəsi bir şey atır ortalığa, o da qalır ki, hə, bəs burada belə bir şey var imiş. Qalə mə mənəəkə əllə təscüdə. Bu, belə mənə etsək, zahirən mənası olur ki, sənin səzdə etməməyinə nə mani oldu? Bəli. Ən lə təscüdə. Bu, lə burada inkar ədatıdır. Allah Teala buyurur ki, sənin səzdə etməməyin. Amma bu düzgün deyil. Bunun əsli, yəni həqiqəti budur ki, sənin səzdə etməyinə nə mani oldu. Bu inkar ədatı niyə burada var? Bilirik ki, lə ərəb dilində yalnız inkar ədatı deyil, həm də təkidi bildirir. Məsələn, la uqsimu bi yevmil qiyamə, məsələn. Başqa yerlərdə də var. Məsələn, deyir ki, kafirlər bilsinlər deyə Allah bunu etdi. Amma la ilə başlayır. Əl-la ya'ləməl-ləzīnə. Bəli, var orada.
İkinci məna ki, ehtimal edirlər, budur ki, mənəəsu ifadəsi də feilidə bəzən bəəsə mənasını verir. Yəni, təhkim etdi, təyin etdi. Yəni, ma mənəəkə, nə təhkim etdi səni səzdə etməməyə, nə vadar etdi səni səzdə etməməyə. Bəli. Yəni, qrammatik baxımdan problem yoxdur. Bəli. Kimsə o inkar ədatı kimi tanınan lanı orada əsas tutmaz. İkinci məsələ, sual yarana bilər ki, axı, iblisin cavabı adekvat deyil. Allah Teala buyurur, mə mənəhəkə, nə mani oldu sənə səzdə etməyə? Qaydası buydu, adekvat olsaydı deməli idi ki, mənəəni, məsələn, ənnəkə xələqtəni min narin. Bu mənə mani oldu ki, məni oddan yaratmırsan. Onu isə torpaqdan. Amma iblis ismi cümlə ilə başlayır. Təkidi bildirir, təkəbbürü bildirir, lovğalığı bildirir və öz əqidəsində, inancında, mən üstünəm inancında sabitliyini bildirir ki, dedi, qalə ənə xəyrun minhu. Mən ondan yaxşıyam. Demir ki, mənə bu düşüncəm mani oldu ki, məni torpaqdan, onu torpaqdan yaramısan, məni o torpaqdan yaxşı. Birbaşa nəticəni deyir, mən ondan yaxşıyam. Misal, o iş olardı sən tutması sündür. Üzr istəyirəm. Mən ondan yaxşıyam. Bu da iblisin nə qədər təkəbbürlü olduğunu və günahının əslində niyə bu qədər problemli olduğunu bildirir. Nə demək istəyirəm? Allah Teala hər səzdə etməyəni dərgahından qovur. O qədər səzdə eləməyənlər var ki, o qədər namaz qılmayanlar var ki, hansını dərgahından qovur. İndi iblis bir səzdə etmədi, niyə dərgahından qovur? Yox, səzdənin arxasında nə var idi? Ənə xəyrun minhu. Yəni, burada bir neçə şirk var. Bir, sən yalan deyirsən, mən düz deyirəm. İki, sən zülm edirsən. Üç, nəinki o mən ona səzdə eləməliyəm, o mənə səzdə eləməlidir. Hələ başqa şeylər də çıxartmaq olar. Həm də acı, ümumiyyətlə, bir dəfə də danışmışıq da, yəni o dəlillər ki, o möcüzələr ki, açıq-aşkar insana bəlli olur, görünür. Yəni əynül yəqin formasındadır. Yəni gözlə görürsən də hər şeyi. Orada artıq səhv biraz bağışlanmaz səhvdir də. Ayə də var Quranda, deyir ki, əgər mən onlara mələk, onlar məndən tələb edirlər, mələk göndər. Mən mələk göndər, möhlət verməyəcəm, da tövbə filan yoxdur da. Hətta Allahın rəhmətidir ki, möhlət verir, elə deyir ki, elə gəl bura. Elə bil, bizi cahilliyə vadar edir ki, sən cahilsən, sən bilmirsən, ona görə bağışlayıram səni. Yəni yenə Allahın rəhməti ona şamil olur. Yenə də Allah birdən elə bir sözdən onu qova bilərdi. Amma qovmur. Bəndə üçün yer saxlayır ki, desin ki, ağlım kəsmədi. Ağlım kəsmədi, bilmədim, belə başa düşmüşdüm filan. Amma bu iblis söhbət edir Allah. Söhbət edir Allahla, mələkləri görür, mələklərə pişnamaz dayanır. İblis ateist deyil, müşrikdir. Bəli. Tövhiddədir, amma şərik qoşur. Allah'ı tanıyır, amma şərik qoşur. Hətta belə bir pis çıxması müşrik də deyil. Yəni belə bir mənada başqa prizmadan baxanda deyir ki, mən yalnız sənə ibadət edirəm. Niyə üçüncü adam sarırsan? Nəyə görə onu salmısan da aramıza? Həmin o vəliyullah söhbət. Bəli. Allahın vəlisini qəbul etmək o qədər önəmli məsələ. Növbəti sual ki, yarana bilər, tək bu ayəyə yox, bütün o əlaqədar ayələrə, mövzulara qədər ayələrə şamildir. Budur ki, Allah Taala'nın verdiyi əmrlər həm bizim əmrlərimiz kimi deyil, həm də mahiyyəti, həqiqəti fərqlidir. Bizim əmrlərimiz kimi deyil, bizdə əmr belədir. Padişahdır, nökərə əmr edir, get filan işi gör. Nökər ola bilər eləsin, ola bilər eləməsin. Ən sadiq xidmətçi belə, məmur belə ola bilər eləməsin. Ola bilər var. Bəli. Allah Taala'da söz deyil ki, git bunu et. Allah Taala insanın iradəsinə əmr edə bilir. Bəli. Ona təkvini əmr. Bəli. Suyun iradəsinə əmr edir ki, sən axacaqsın. Əmr edirəm. Bu əmrdən qaçış yoxdur. Bəli. Bizim öz vücudumuzun iradəsinə əmr edir ki, sən düşünəcəksən. Düşünməyə bilməzsən. Bəli.
Sən böyüyəcəksən, böyüməyə bilməzsən. Sən ixtiyar sahibi olacaqsan, başqa çarən yoxdur. Bəli. Sən deyə bilməzsən, mən seçim hüququna malik olmuram. Variant yoxdur, olmalısan. Bir də var təşriyi əmri. O da nədir? Allah Teala buyurur ki, mən istəyirəm ki, siz öz ixtiyarınızla bunu edəsiniz. Bəli. Bunlar fərqlidir. Yəni Allah Teala təkvini əmr edibsə, yəni bu işin özünü edib. Buradan qaçış yoxdur. Və təkvin yəni geninə Allah, sanki genində belə yaradır. Yəni başqa çarəsi yoxdur. Zatda belə yaradır ki, yəni bu belədir. Yaranışda bu belədir. Biz adına əmr qoyuruq. Bəli, yaranışda bu belədir. Bu belədir. Allahın təkvini əmri ilə təşriyi əmri qarışa bilməz. Yəni belə şey təsəvvür olunmur ki, Allah bir dənə əmr versin. Bu əmr birinə belə şamil olsun, birinə belə. Bu belə bir şey təsəvvür olunmur. Çünki Allah Taala'nın əmri söz deyil ki, mən sizə əmr verirəm, ikinizdən biriniz ora gedin, biriniz bura gedin. Bu söz deyil ki, Allahın əmri birbaşa o yaradılışdır. Təkvinən əmr etdirsə, təşri yoxdur içində. Təşriən əmr etdirsə, təkvin yoxdur içində. Sual budur ki, Allah Taala deyəndə ki, və iz qulna lil mələikəti iscudu li Adəm, mələklərə dedik ki, əmr etdik ki, Adəmə səcdə edin. Bu iblis ki, ixtiyar sahibidir, iblisə necə şamil oldu? Əgər bu təkvini əmr idisə, iblisə şamil ola bilməz. Mələklərə şamil olar. Mələklər la ya'suna ma əmrəhumullahdır. Allah nə əmr edirsə, üsyan etmirlər. İblisin isə üsyan etmə imkanı var. Təkvini əmr ikisinə də şamil ola bilməz. Əmr təkvinidirsə, iblisə necə şamil oldu? Yox, iblisə şamil olacaq qədər təşriidirsə, mələklərə necə şamil oldu? Bu sualın cavabı mübhəm cavablardandır. Nə mənada? Bəzi ehtimallar verilib, amma konkret andisib deyəsən cavab budur, hələ ki kitablarda bəlli deyil. Amma Allah Teala bu ayədə bir söz buyurur. Məsələni həll eləyir. Məsələnin xronologiyası, gedişatı, sujeti həll olmur. Məsələni əmr eləyir. Deyir ki, qalə mə mənəəkə əllə təscüdə iz əmərtükə. İblis, mən şəxsən sənə əmr edəndə niyə əmrimdən çıxdın? Bu məlum edir ki, Allah Teala iblisə əmr eləyib. İndi iki əmirdirmi? Biri mələklərə, biri iblisə. Hər nədir biz bilmirik. Amma fakt iblisə deyir ki, sənə əmr etdim. İblis də bir dənə yerdə etiraz edib demir ki, mələklərə demişdin də mənə nə var? Bəli. Məlum olur ki, iblisə əmr gəlib, çatıb. Bəli. Bu da bu sual ki, həll olsun. Hacı, yəni siz deyirsiniz ki, mələklərə edilən əmrlə iblisə edilən əmr çox fərqlidir. Qarışa bilməzdir. Çünki mələklər elə bir günah eləmək variantı yoxdur, versiyası yoxdur, imkanı yoxdur. Amma onların sınağı da vardı orada. Sınağı var ağıl çərçivəsində. Bəli. Ola bilər ağlın bir mərhələsində düşsünlər, daha ali mərhələsində qalxsınlar. Amma durub günah eləməyi, məsələn, mələk naməhrəmə baxmır ki, mələk üçün naməhrəmdə də yoxdur ki. Bəli, bəli. Nə üçün deyirəm? Bunu elə təfsir kitablarda da adam mütaliə eləmişdir. Yəni orada mələklərin təəccübü və sualı onu göstərir ki, yəni Allah ki, buyurdu xəlifətullah yaratmaq istəyirəm. Mələklərin mövzuya yanaşma tərzi, sualı və təəccübü pozitiv deyil. Mübahisə eləyəcək barədə. Təəccübü, yəni onu göstərir ki, mələyin ağlı kəsmir. Yəni bu necə xəlifətullah olur? Ora qədər kəsmir, bəli. Yəni bu necə amma yenə pozitivdir. Bilirsiniz niyə pozitivdir? Bu qan tökəcək, fəsad edəcək. Onu deyirəm. Etirazı nədir? Deyir ki, axı sənin adıva layiq olmayacaq bu. Bəli, bəli. O baxımdan deyirəm pozitivdir. Bu baxımdan mələk üçün sınaq edib Adəmin qarşısına səcdə. Hətta Məkarım Şirazi ağa məsələ təfsirdə nümunədə nə buyurur? O Sad surəsində ki, buyurur, elə ki Adəmi üfürdüm, ona səcdə eləyin, deyir. Bu Adəmə elm verilməmişdən əvvəl baş verir. Çünki elə ki ruhu üfürdüm
Deyir səcdə edin. Bu mələklərin deyir sınağı burada idi. Çünki onlar hələ Adəmin elmini görməmişdilər. Hələ Adəm o elmi, o əsmanı onlara xəbər verməmişdi filan. Ona görə bu mələklər üçün yəni ağılları kəsmirdi bunu, amma Allahın əmridir deyə buna boyun əydilər. İndi bir məsələ də var burada. O ki dediniz elm verməmişdən qabaq idi. Həm feydə səvvəytü və nəfəqtü fihi min ruhi var. Yəni öz xüsusi ruhumu üfürmüşəm. Mələk sənə o xüsusi ruhu üfürməmişəm. Şeytan sənə o xüsusi ruhu üfürməmişəm. Siz tabi olmaz. Amma Adəmə üfürmüşəm. Və Sad sözündə səhv eləmirəm deyir ki, ma mənəkə əllə təsdə lima xələqtu biyədəyyə. Yəni biyədəyyə iki əlimlə burada bir neçə məna verirlər. Mulk və mələkut. Yəni fiziki, metafiziki hər iki tərəfi var Adəm əleyhissalamda. O baxım, o nöqtə nəzərdən. Qüdrət və elm o nöqtə nəzərdən və s. və ilə. Özəl də, özənə büzənə yaratmışam. Sən buna niyə səzd eləmirsən? Yəni, mənim əhəmiyyət verdiyimə niyə əhəmiyyət vermirsən? Sən mənim bəndəm deyilsən. Samirəm, burada bir mövzu açılır. O mövzu nədən ibarətdir? Çox lazımlı, incə və maraqlı mövzudur. Bizim Allahı tanımağımız mövzusu. Deyir ki, mən xəlq etmişəm. Mən əmr etdim sənə. Şeytan, mən peyğəmbərəm ki, söz gətirirəm, sən safçırı eləyirsən. Mən imamam, mən təbliğatçıyam. Sənə söz deyirəm, sən deyirsən ki, yo, elə deyil. Mən sənin vücudun hakimiyəm. Mən, bax siz deyən kimi, lütf eləmişəm, alicənablıq eləmişəm, kübarlıq eləmişəm. Sənə icazə verəməklə mübahisə eləyəsən, müzakirə eləyəsən. Sonra orada bir bəhs çıxır ortalığa. Alimlərdən biri çox gözəl deyir. Bəzən biz nəyi qarışdırırıq? Hədis var ki, Əliyyum ma'al haqq vəl haqqu ma'ali. Əli əleyhissalam haqq ilədir, haqq da Əli əleyhissalam ilədir. Deyir, biz bəzən Allahı belə düşünürük. Allah əmr el-müminin deyil ki, yox deyəsən, müzakirə eləyəsən, bəlkə sən tövsiyəni düz vermirsən. Allah Cəllə Cəlaluhu o varlıqdır ki, əl-haqqu min Rəbbikə. Haqqın özünü Allah yaradıb. Yəni belə deyil ki, Allah Taaladır, paralelində bir haqq var. Allah o haqqa uyğun, o qəlibə uyğun nəyisə yaradır. Haqqın özünü Allah Taala yaradır. Bəzən sual verirlər ki, Allah niyə bizi yaradıb? Bunun mənası budur ki, ay Allah, sən var idin, bir dənə də niyə var idin? Sən o niyənin harasına baxıb bizi yarattın? Əzizim, niyəni Allah yaradıb. Allah yaradıb, sonra səbəb, nəticə, niyə, nə üçün, haqq, nahaq bunlar yaranıb. Bunlar Allahın paralelində qədim varlıq deyirlər, əzəli varlıq deyirlər ki. Allah Teala şeytana deyir, səzdə et və şeytan yox deyir. Bu mənası budur ki, mən sən Allahlığı qəbul eləmirəm. Oradan alimlər gəlib çıxırlar, deyirlər, bizdə də bu keçərlidir ya yox, buyururlar, bəli. Bəli. Yusuf Aleyhisselam surəsində də buna işarə olunur. Və ma yu'minu əktəruhum billahi illa və hum müşrikun. Möminlərin, iman gətirmiş insanların əksəriyyəti iman gətiriblər, mömindilər. Amma şirk qatışığı var. Ki, ona şirki xəfi deyirlər. Adamı İslamdan çıxardmaz, amma imandan çıxardar. Yəni, müsəlmansan, müşrik deyilsən, mömin deyilsən. Niyə? Çünki günahın tərifi adamın əlini ayağını bağlayır. Günahın tərifi nədir? Bir, bilirsən ki, bunu bura qoymaq günahdır. İki, bilirsən ki, o günah statusu sənin bu işə şamil olur. İndi sən həmin işi görürsən. Biri budur ki, bu işi görmək günahdır. Amma bilmirsən ki, bu iş mənim elədiyim iş o işdəndir ya yox. İkisi də var. Həm bilirsən ki, bu işi görmək günahdır. Məsələn, bilirsən ki, qeybət eləmək haramdır. Bəli. İndi mənim danışdığım da qeybətdir, bəli, bu da qeybətdir. İki. Üçüncüsü, ixtiyar sahibisən və qeybət edirsən. Kimsə səni məcbur eləməyib.
Məsələn, zalim padişah sənə zülm eləmir ki, ondan şikayət eləyəsən. 3 dənənin üçü də birlikdə olsa, günah statusu alır əməlin. Əməlin günah statusu alır. Bu 3 dənədən biri olmasa, əməlin günah statusu almır. Mən bilirəm ki, qeybət eləmək günahdır. Amma bilmirəm mənə danışdığım qeybətdir ya yox. Günah eləyirəm, xeyr. Mən bilirəm ki, qeybət eləmək günahdır. Amma bilirəm ki, qeybət eləyirəm. Günah qazanıram, xeyr. Mən ikisini də bilirəm. Bilirəm ki, qeybət eləmək haramdır. Bilirəm ki, mən indi qeybət eləyirəm. Amma məcburam, ixtiyarım özümdə deyil. Yenə günah deyil. Yəni, günah bilə-bilə, ixtiyar sahibi ola-ola, şuurlu şəkildə, idrakin açıq ola-ola, bilirsən ki, Allah deyib sağa get, sən bilə-bilə, ixtiyar sahibi ola-ola sola gedirsən. Buyururlar, bu şirkdir. Sən öz istəyivi, nəfsivi, öz metoduvu Allah'a şərik qoşursan. Allah deyir, bu sən bidət də bu nöqtələrdən gizli şirkdir. Adam müşrik olur, xeyr. O baxımdan ki, məsələn, dindən çıxsın, hökmü dəyişir, yox. Amma günah elədiyi müddət qədər müşrik olur. Necə ki, iblis o işi eləyəndə konkret müşrik oldu. Allah Teala da onun dərgahından qovdu, çünki dönmədi. Başa da saldı Allah Teala onu, Allah'ından dönmədi. Növbəti məsələni qeyd edib, siz sualınızı verərsiniz. Siz yaxşı bir mövzuya toxundunuz. Buyurdunuz ki, hələ elm öyrətməmişdi mələkləri dedi səzdəyə. Nə deməkdir bu? Elə bu mövzu ilə də, dediyim mövzu ilə də əlaqədardır. Şeytanın, iblisin müşrikliyinin, nədə müşriklik? Müşrik idi. Bu öz nəfsini Allah'a şərik qoşuldu. Mən deyirəm. Ənə xeyrumin. Əslində o ənə xeyrumin deyir ha. Müfəssir, böyük müfəssirlərdən biri deyir ki, itaətdə də, iblis bir metoddan istifadə etdi. O metod indi çox yerdə istifadə olunur bütün dünyada. Baxın, iblis deyir ki, xələqtəni min narin. Yalan deyir, düz deyir. Düz deyir. Allah iblisi nədən yaradıb? Ər-Rəhman surəsində başqa surədə oddan yaratmışam. Və xələqtəhu min tin. Düz deyir, yalan deyir. Düz deyir. Allah Adəm əleyhissalam cildən yaradıb, palçıdan yaradıb. Bu iki düzün arasında bir dənə yalan danışır. Deyir ki, od torpaqdan yaxşıdır, palçıdan yaxşıdır. Burada alimlər deyirlər, iblisə bir neçə cavab var. Bir, özün deyirsən ki, xələqtəni sən yaratdın. Əgər Allah səni torpaqdan yaxşı yaradıbsa, şükür elə, denən ilahi şükür, təşəkkür eləyirəm, sən bilən məsləhətdir, sənin əmrivə tabi olum ki, daha çox üstünlük verəsən mənə, nemətdir də. Bu bir. İkincisi, əgər doğrudan deyilsə, sən yalan deyirsən ki, yalan deyirsən, bir şeyin bir şeydən üstün olması üçün 2 dənə meyar var. Bir, elmi meyar var, 2, dəyər meyar var. Elmi meyar budur. Səbəb nəticədən yaxşıdır. Nə baxımdan? Yəni güclüdür. Güclüdür də. Səbəb olmasa nəticə olmaz ki. Sən odunu yandırır, hansı güclüdür? Od güclüdür də. Bu nöqteyi nəzərdən demək olar ki, bu səbəbin imtiyazı var nəticəyə. Üstünlüyü var. İkincisi, dəyər baxımından üstünlük. O da nədir? Təqva, iman, vərə, fəzilət. Sual, iblis, sən ki deyirsən, o torpaqdan yaxşıdır, səbəb nəticə baxımından mı deyirsən? Torpağın səbəbi oddur? Xeyr. Qətiyyən. Torpaq oddan yaranmır ki. Deməli, elmi imtiyazın yoxdur. Dəyər baxımından harda yazılıb ki, od daha təqvalıdır torpaqdan, ya odun dəyəri nə baxımından? Yəni, heç bir baxımdan deyə bilməz ki, od torpaqdan üstündür. Əksinə, torpaq oddan üstündür. Düz də desə yalan deyir, yalan da desə yalan deyir. Hər iki halda yalan deyir. İndi, gəlirəm o məsələyə ki, dedim, Allah Teala və nəfəxtü fihimir ruhə deyən kimi səzdə tələb elədi. Yəni, hələ elm verməmişdin. O nədir? Adəm əleyhissalama səzdə etməməyinin səbəbini necə izah edir iblisdir? Palçıqdır. O cildir, o palçıqdır. Mən niyə palçığa səzdə eləməliyəm? Çox maraqlıdır. Əli əleyhissalam nəsvələrdə buyurur ki, Allah Teala Adəm əleyhissalamı parlaq nurdan yarada bilərdi və əmin olun ki, o zaman hamı məcbur olub Adəmə səzdə eləyəcəkdir.
Niyə? Söz yox idi danışmağa. Allah Taala'nın sınağı elə budur ki, sənə deyir ki, o yerlərdə ki, sən bilirsən, orada sən səzdə eləməsən, təzim eləməsən, inatkarsan. Amma təzim etməməyə bəhanən olanda necə? Onda necə sözümə qulaq asacaqsan ya yox? Məsələn, buyurur ki, həcc ziyarətidir. Gedirsən həccə. Orada bir neçə ritual var, bir də qurban kəsməkdir. Qurban kəsməyə nə var? Yoxsullar ət yeyəcəklər, savab qazanacaqsan, mahiyyətini başa düşürsən, iqtisadi xeyri var müsəlmanlara. Bismillah, qurbətən Allah. Mahiyyətini başa düşürsən. Yaxşı. Qurbandan qabaq sənə başqa əmr edildi. Ged, orada daş var, o daşa daş at. Ged, o daşa daş at. Rəmi cəmərat nədir? Orada daş var, ged onun adını qoy şeytan, ona daş at. Heç sən başa düşmürsən. Mən daşa niyə daş atmalıyam? Buyurur, o rəmi cəmərat bəlkə də qurban kəsməkdən daha çox savabdır. Niyə? Çünki qurban kəsməyin mahiyyətini az çox başa düşürsən. Burada sənin köləliyin, qulluğun, bağlılığın, sədaqətin bilinmir. Eynilə İmam Sadiq Əsəlamın bir kəlamı var. Abbasilər qiyam eləyəndə biri gəldi ki, ağa, bu qədər sizin tərəfdarınız var. Hamı bayraq qaldırıb ki, gəlin İmam Hüseynin qisasını alaq. Abbasilər hakimiyyətə belə gəldilər də Əməvilərə qarşı. Sən də gəl, İmam burada mənim tərəfdarım yoxdur. Dedi, ağa necə, mənim başqaları, İmam burada təndiri görsən, yanır, gedir o təndirə. Dedi, ağa niyə girim təndirə? Bu zaman imamın xidmətçisi oradaydı. İmam çağırdı onu, dedi, gel falan, gir təndirə. Heç nə demədi, girdi təndirə. Bu adam tez qaça-qaça gəldi ki, kişi yandı, gördü, yox. Oturub odun arasında. İmam Sadiq Əsəlam buyurdu ki, mənə belə tərəfdar lazımdır. Mən imamam, sənə deyirəm, komandirəm, döyüşün ortasında sənə deyirəm, ged özü vat minanın üstünə. Sən mənə deyirsən ki, niyə? Belə döyüş getməz ki, belə qabağa getmək olmaz ki. Burada da budur. İblis başa düşməyə tabi olsaydı dəyəri var idi. Başa düşsəydi nə var idi ki, dəyəri? Orada məcburiyyətin bir növüdür də, başqa çarəm yoxdur ki. Amma mələklər isə başa düşməyə elədilər, səzd elədilər. Çünki ağıllıydılar, müdrik idilər. Gözəl. Bəli. Seyid, təşəkkür edirəm. Çox gözəl nöqtələr, həqiqətən çox gözəl mövzulara toxundunuz. Çox düşündürücü. Yəni bizim həyatımızda hər an bu şeylər bizim qabağımıza çıxır. Bəzən bir şeyin mahiyyətini biz bilmirik. Bəzən elə sınaqlar olur, elə hadisələr hətta olur dünyada ki, zahirən biz deyirik ki, vəssalam da bundan da mən bitdim, tükəndim. Bundan da qutardı getdi hər şey. Amma bir müddət sonra bəlli olur ki, yox, bu sənin elə öz xeyrinə imiş. Ya bu məsələn geniş mənada insanların xeyrinə imiş. Ayə də var da buranda. Mənən səximin ayətinə bunun siha nəti bi xeyriminə bitlə. Biz hansı ayəni, hansı neməti aparırıqsa, unutdururuqsa, dəyişiriksə, ya özü kimisini, ya ondan yaxşısını gətirir. Yəni, narahat olmayın. Çox, yəni, həqiqətən də insan ona görə qarşıya çıxan hər bir addımda bu sondur deyə vəssalam, mən bitdim, tükəndim, qutardı, getdi, məyus olmamalı. Şirkdən sonra ən böyük günah məyusluqdur, ümidsizlikdir. Elə Hacı o şeydə məyusluqda iki dənə əsasən irad yaranırdı Allaha. İki dənə irad yaranır. Ayətullah Cavad Amiri şeydə təfsirdə buyurur. O Haşr surəsinin təfsirində, təsbih mövzusunda, səbbaha mövzusunda. Deyir ki, təsbih nədir? Təsbih, yəni Allah nöqsanlardan və eyblərdən pakdır. Nə deməkdir nöqsan və eyb? Nöqsan odur ki, məsələn, bir misal gətirir. Deyir ki, məsələn, xalçadır, ev, məsələn, kvadrat 4 metrdirsə, xalça məsələn 3 metrdir, çatmır. Buna deyərlər nöqsan. Eyb odur ki, xalça məsələn deşikdir, köhnədir, yamağı var, istifadəyə yararsızdır. Buna eyb deyirlər. Bunların heç birisi Allahda yoxdur. Təsbih və təqdis. İndi deyir ki, məyusluq nədir? Məyusluq odur ki, yəni
İlahi, sən bacarmayacaqsan mənim halımı dəyişdirə bilməyəcəksən. Qocalmısan, Hə. zəifləmisən. Sən və mümkün deyilsə mənə nicat verəsən. Mümkün deyil mənim problemi həll eləyəsən. Bu nə demək? Allahın qüdrətinə sən nöqsan gətirirsən. Allaha eyb nisbət verirsən. Bu deyir, bu nədir? Bu deyir, Subhanallaha ziddir də, o təsbihə ziddir. Tövhidə ziddir. Tövhidə ziddir. Ona görədir ki, məyusluq bağışlanmaz günahdır. Çünki insan o təsbih halından çıxır. Allaha eyb nisbəti verir. Allaha nöqsan nisbəti verir. Ona görə həqiqətən də insan heç vaxt gərək ağlım kəsmir, yox necə olacaq, indi mən bu şeyi başa düşmürəm, məyus olmamalıdır. Çünki hələ gələcəkdə sürprizlər var, gələcəkdə bilmək olmaz bizi nələr gözləyir. Bu mövzuda indi iblis mövzusunda əlavəniz varsa, iblis mövzusunda yox. İndi Adəm əleyhissalam barəsində istəyirdim biraz danışaq. Sizin sualınız varsa buyurun, sonra. Yox, elə mən də onu demək istəyirdim ki, yəni sözünüz varsa iblis mövzusunda qutaraq onu. Dikəcək Həzrəti Adəm mövzusunda, Həzrəti Adəmin dastanından digər məsələlərə toxunaq. Bir məsələ o günah məsələsi, üsyan məsələsi ki, bir çox ayələrdə də biz onu görürük. Xüsusilə Taha surəsində buyurur ki, Adəm üsyan etdi və o haqdan çıxdı, azdı, yolunu büdrədi və yaxud buyurur ki, fəzəlləhumə şeytan. Şeytan onların ayağını büdrətdi. Ümumiyyətlə, orada biz qəbul edirik ki, Həzrəti Adəm peyğəmbərdir. Bu bir mövzu. Peyğəmbərlər də günah etməzlər, məsumdurlar. Bu bir mövzu. İkinci mövzu budur ki, necə ola bilir ki, bir peyğəmbər məsum ola günah etmiş olsun? Yəni, bunu biz necə yanaşı qoya bilirik ki? Burada bir neçə cavab verilib alimlər tərəfindən. Birincisi budur ki, bəzi alimlər bilirlər ki, Adəm əleyhissalam o işi görəndə peyğəmbər deyildi. Aha. Və burada düzdür ki, məsələn, Əhl-i Beyt inancına görə yenə də düz gəlmir. Amma bu irad eləyənlərin inancına görə hər şey həll olur. Peyğəmbər olandan sonra günah eləmədi məsələn. O nəyə istinad edir? Çünki orada Quran ayəsi var ki, sonra Allah onu seçdi. Yox, tək o deyil. Deyir ki, qul nəhbitu minhə cəmiyyən fəimmə yətiyənnəkum minni hudən. Hələ hidayət gəlməyib yəni. Hələ din gəlməyib, şəriət gəlməyib. Hələ cənnət vəziyyətindədir. İkinci məsələ budur ki, yəni birinci məsələ də biraz oxşuyur. Hələ şəriət gəlməyib. Şəriət gəlməyibsə, şəriət çərçivəsindəki, şəriət kateqoriyasındakı əhkamı biz ora tətbiq edə bilmərik. Şəriətdə 5 cür hökm var da, vacib, haram, müstəhəb, məkruh, mübah. Bunların heç biri ora şamil olmur. Çünki şəriət yoxdur ki. Üçüncü məsələ nədir ki, bunun da iradı var da. Nədir iradı? İradı odur ki, yəni şəriət Allahdan gələn əmr və qadağadırsa, Allahdan əmr gəlmişdir. Yox, indi onu keçəcək də. Hansı səviyyədədir? O söhbət odur da. Yəni hələ biz şəriət çərçivəsindən çıxardaq. Yəni böyük günah, kiçik günah, məkruh, bura ki şamil olmur. Keçirik üçüncü məsələyə ki, əql məqamında məntiq düşüncə sənə deyib yemə. Bəli. Sən də yemirsən. Orada da mərhum Əllamə Təbətəbə buyurur ki, nəhy-i irşadi idi bu. Nəhy-i irşadi ilə nəhy-i mövləvini fərqləndirir. Nəhy-i qadağa da. Qadağa. Nəhy-i mövləvi budur ki, mövla, sahib, ağa, nəhy, yəni yasaq qoyur sənə, qadağa qoyur, etmə. Bəli. Nəhy-i irşadı budur ki, etsən cəzalandıracağam, cəhənnəmlə. Bəli, və s. belə. Nəhy-i irşadı budur ki, mövla deyil. Hətta mövla da olsa, mövlalıq baxımından demir. Ağlı baxımından demir. Ürəkyanlı baxımından deyir ki, eləmə. Cənnətdən çıxarsan. Məsələn, ata oğluna deyir ki, çətir götür, islanarsan, yağış yağırsan.
Mesela oxuması məktəb Hə, keçilərsə. bu məsələlər. Yəni zərbi ziyan özünə dəyəcək. Amma belə də, yəni mən bunu sənin üçün belə deyək də əmrimdən o mənada çıxmaq kimi qəbul eləməyəcəm. Necə ki. Məsələn, şeytan da Allahın əmrindən çıxdı da. Bəli. Amma Allah nələr elədi şeytana? Adəm əleyhissalama yox. Adəm əleyhissalama yox. Bir dənə vəzi əsəri oldu da, yəni ki, cənnətdən çıxdı. Bunların hamısını qoysaq bir yana. Yəni nə mənada? Yəni Allah şeyi qovdu, iblisi qovdu, şeytanı qovdu, onu cəhənnəmlik etdi falan. Həzrət Adəm isə yox. Bunu demək istəyirsiniz. Həzrət Adəm şeytan kimi əməl etmədi, Həzrət o tövbə etdi, peşman. Bilirəm, tövbə etdi, bilirəm. Amma belə deyək də Allah Taala nə dedi? Dedi ki, siz bundan yesəniz cənnətdən çıxacaqsınız. Bəli. Cənnətdən çıxacaqsınız. Bəli. Adəm əleyhissalam Allah tələb edirdi deyə tövbə etdi. Yoxsa özü nəsə əldə eləmək istəyirdi, tövbə etdi. Bu mövzu açıq qalır. Adəm əleyhissalam əgər tövbə etməsəydi, Allah onu cəzalandıracaqdı mı? Aha. O nöqteyi nəzərdən. Məlum o ki, günahların fərqi var. Bunların hamısını qoyaq bir tərəfə. Gəlin belə bir fəlsəfi sual verək. Bir nəfər super məsumdur. Aha. Allah ki deyil. Şübhəsiz. Bunun hər hansı bir qüsuru var ya yoxdur? Şübhəsiz. Var ki, Allahdan fərqlənir də, düzdür. İndi bu qüsuru özü üçün günah hesab edə bilərmi? Allah da onun üçün günah hesab edə bilərmi? Məsələn, Allah Teala bizim Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi nə buyurur? Fəla təkun kə sahibul hut. Yunus əleyhissalam kimi olma. Bəli. Niyə? Yunus Peyğəmbər pis Peyğəmbər idi. Xeyr. Sual verərlər ki, adamı ki, ay Allah, sənə qurban olum. Əgər Yunus əleyhissalam bəla istəməklə səhv etmişdisə, sən niyə bəla göndərirdin? Bəli. Səhv deyil ki, mənim səndən gözləntim daha çoxdur. Onu Taha surəsində Adəm əleyhissalama deyir. Deyir, fələm nəcid ləhu əzma. O əzimkarlıq ki, mən ondan gözləyirdim, onu görmədim ondan. Yəni, mümkündür bizim baxışımızdan günah da olmasın, məkruh da olmasın, amma gözləntim o deyil. Mərifət məqamında, irfani məqamda Adəm, sən belə eləməməliydin. Odur ki, nə onun məsumluğuna zid gəlir, nə onun üçün belə durub deyəsən ki, hə, Peyğəmbərlər günah eləyirlər, xeyr, Peyğəmbərlər günah eləmirlər. Necə ki, Yunus Peyğəmbər eləyən də Peyğəmbərlikdə qaldı. Bəli. Allah onu çıxartmadı o məqamdan. Məsələn, bizim Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ki, əşrəf-i məxluqatdır. Yəni, mələklərdən də üstündür, mələklərin müəllimidir, mələklərdən də üstündür. Yəni, mələklər haqqında ki, Quranda ayə var, la yə'asunə ma əmrəhumullah. Allahın əmrindən çıxmazlar heç bir halda. Bizim Peyğəmbərimiz ki, mələklərdən üstündür. Deməli, bizim Peyğəmbərimiz lap çox riayət edir də buna. Bəli. Daha çox riayət edir buna. Bəli. Yaxşı, bizim Peyğəmbərimizi niyə bəs istiğfar edirdi? Şübhə yoxdur ki. Deməli, onun da öz aləmində günah hesab elədiyi şeylər var. Məsələn, biz bəzi şeyləri çox aktuallaşdırmırıq, çox təəssüf. Bu da İslama zərbə vurur. Məsələn, bizdə nə qədər bu barədə söhbət var ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə diş fırçalamaq vacib idi. Gecə namazı vacib idi. Təsəvvür edin. Diş fırçalamaq Peyğəmbərə vacib, eləməsəydi günah idi. Belə bir gözlənti vardı Peyğəmbərimizdən. Gecə namazında bir dəfə durub qılmırdı. 2 rükət qılırdı. Gedib yatırdı. Biraz keçirdi, oyanırdı. O biri 2 rükəti qılırdı. Yəni gedib yatırdı. Yəni demək olar yatmırdı da. Yəni yuxusu oğar olurdu əməlli başdı. Onlara vacib olunan bizə vacib deyildi ki. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmə vacib idi ki, hamı ilə xoş əxlaq olsun. Bizdə elə deyil ki, biz məsələn əsəbləşirik, halal əsəblərimiz var, biz bezdirənlər, amma Peyğəmbərdə elə deyildi. İndi Peyğəmbərin də öz aləmində Allahla arasında elə şeylər var idi ki, Peyğəmbər gördü ki, bunu eləsəm ayıbdır. Və bu ayıb, baxın, biz ayıblara çox ayıb baxmırıq. Böyük insanlar üçün ayıb ölümə bərabərdir. Ölümə bərabərdir. Həzrəti Əlinin
Siffində Əmrasla üzləşdikdə Bəli. üzünü tutması, Əmras ki orada paltarını soyunur, Həzrəti Əli həya eləyir və üzünü tutur. Bunlar təbii ki o məqam ayrı məqam. Ya Həzrəti Əsələm buyurur ki, bütün kainatı mənə verələr, ağzında saman çöpü aparan qarışqadan onu almaram. Bəli. Amma belə məntiqlə baxanda, ya Əmirəl-Möminin, bütün kainatı sənə verəcəklər. Sən bu kainatı al, qarışqanın ağzından o çöpü al. Biraz sonra bir taya ot verərsən o qarışqıya. Buğda verərsən. Deyir, söhbət o deyil ki, söhbət Allahın əmrin yerə düşməsidir. Kəlimətullahi hiyəl-uliya. Allahın sözü üstün olmalıdır, məsələsi itib batır. Allaha zərrə qədər üsyan olmamalıdır. Bəli, gözəl. Məsələn, bir termin var, biz adətən onu çox eşidirik. Tərk-i övla. Bəli. Deyir ki, peyğəmbərlər günah etməzlər, amma bəzilərindən tərk-i övla görünür. Bu o halda Adəm əleyhissalama şamil ola bilər ki, biz qəbul edək, cənnətdə şəriət var idi. Çünki tərk övla da şəriət məsələsidir də. Olsun da məsələn qəbul hər halda şəriətdir də. O halda bəli, yaxşı cavabdır. Allahdan gələn bir yəni iki dənə iş var. İkisi də əlbəttə mənim orada biraz etirazlarım var, ona görə çox o mövzuya toxunmadım. Çünki Adəm əleyhissalamın o almadan yeməsi tərk övladan biraz fərqlidir sanki. Tərk övla budur ki, iki dənə xeyirli iş var, ikisindən birini seçəcəm. Daha az fəzilətlisini seçməməli. Amma burada xüsran var. Burada nəfs, başqa bir şey var burada. Həzrəti Yusuf Peyğəmbər barəsində ki, o zindanda o deyir ki, bəs ağanın öz ağabın yanında, Fironun yanında məni xatırlayarsan, orada ona məsələn nöqsan kimi qəbul edirlər də. Amma əslində belə baxanda hər bir ağıllı insanın ata biləcəyi bir addımdır da. Bu adamı maddi səbəblərdən faydalanmalıdır da. Bu adamı xəyanət üstündə götürüb basıblar içəri. Heç bir kəsə də şikayət edə bilmir. Heç nə deyə bilmir, öz günahsızlığını da sübut edə bilmir. Yəni bunu çox pis bir ittihamla, xəyanətlə, özü ki, kimə qarşı onu böyütmüş, öz evində yer vermiş filan, Züleyxaya qarşı güya bu əstəğfirullah, binamusluq ittihamıdır da bu. Yəni onun yerində kim olsaydı bu fürsəti əldən verməzdi. Adını təmizə çıxartmalı. İstəyirdi ki, burada adını təmizə çıxsın. Ona görə deyir ki, bəs orada xatırlayarsan məni. Çox ağıllı bir addım atır əslində. Amma bunu ona məsələn, hədislərdə nöqsan kimi. Amma çox maraqlı, mən deyəsən Əllamə Təbəətəbaidən mizanda oxumuşam. Ya Ayətullah Cavadi Amilidə görmüşəm ki, heç deyir, bu məsələnin ona dəxli yoxdur. Deyir, elə olsaydı biabırsılıq idi ki, Allah Teala deyərdi ki, o bir hədis sonra deyir, bir neçə adamın duasını Allah qəbul etmir. Biri o adamdır ki, işləmir, deyir, Allah mənə ruzu ver. İşlə də, qaydası var da. Yusuf Əleyhisselam deyir ki, ay Allah, mən özün xilas elə, Allah görürsən də gedir şahın yanına, bir dərdivi də. Əlbəttə, burada bir hədisdə nəyə işarə ola bilər? Özü də, üzr istəyirəm hacı, orada buyurur ki, şeytan yaddan unutturdu. Görürsünüz? Gedən adama bəli. Yəni Allah əslində Allah unutturmadı. Allah unutturmadı. Bəli. Şeytan unutturdu. Bəli. Yəni orada ona görə deyir ki, əslində o rəvayətdədir. Quranla heç üst-üstə düşmür. Yusuf bir halda üst-üstə düşə bilər Sami müəllim. O da nədir? Bəzi alimlər deyirlər ki, Yusuf Əleyhisselamın məqamı İbrahim Əleyhisselamın məqamına hələ qalmışdı. İbrahim Əleyhisselam ki, odun üstünə düşəndə Cəbrail Əleyhisselam gəlir, deyir ki, bir şey eləyə bilərəm sənin üçün. İbrahim Əleyhisselam soruşur, Allah səni məmur edib ya öz təşəbbüsündür? Deyir ki, yox, öz təşəbbüsündür. Haram yox, şey yoxdur, yəni kəməyə gəlmir. Allah təala buyurur, sən yox. Allahla mənim arama girmə. İndi o elə bir məqamdır ki, ya məsələn deyir, qəd nərə təqəllübə vəchikə fis-səma. Peyğəmbər, görürəm baxırsan göylərə, dəyişdim qibləni, dəyişdim. Heç nə istəməyib Peyğəmbər. Amma elə bir məqamdadır ki, Allah Teala istəyə ehtiyac duymur. Ələm nəşrə. Musa Əleyhisselam deyir ki, Rəbbi şrəhli sədri, ilahi sinəmi genişləndir, Firona qarşı gedirəm mən. Bu, hələ belə təmkin lazım deyil buna. Etirazlar olacaq, təzyiqlər olacaq, ruh düşkünlüyü olacaq, mən sinəmi genişləndir, qəlbim geniş olsun, dözüm. Amma bizim Peyğəmbərə
istəməmiş deyir ki, ələm nəşərləkə sədəq. Mən sənin sinəvi genişləndirdim. Yəni, sən elə bir məqamdasan ki, istəməyə ehtiyac yoxdur. Amma Yusuf əleyhissalatü vəssalam hərçənd ki, müxləs məqamına çatmışdı. Amma yenə də o deyildi ki, desin ki, məsələn, mən demirəm heç kəsə, padişaha şikayətimi çatdırmasın, Allah özü eləyər. O məqam deyildi. Yəni, siz qəbul edirsiniz ki, Quran-ı Kərimin o məsələni xatırlaması... Mən demək istəyirəm ki, o hədislər düzgün olsa ona işarə edə bilər. Hə, bəli, hədislər, bəli, düz. Çünki Quranda yəni ona hər hansı bir etiraz duyulmur. Yox. Çünki əksinə, yəni Quranla götürsək, Quran onu atır şeytanın üstünə ki, şeytan unutturdu. Həm şeytanın üstünə, həm də o gedən adamdan bizə mesaj verir ki, sizə əmanət tapşırılıb, siz yerinə yetirməsiniz, bəzən 7 il biri həbsdə qalacaq. Bəli. Yəni orada hər hansı Yusuf Peyğəmbərin şəninə bir xələl gəlmir. Bizə vaxtımız da tükənib. Məsələn, Həzrəti Yunusun da adını çəkdiniz. Quran-ı Kərim, bəli, Həzrəti Peyğəmbərə tapşırır ki, özdəki çox qəribə neçə dəfə demişəm, Peyğəmbərə ilk nazil olan əhvalat Peyğəmbərlərin, keçmiş Peyğəmbərlərin əhvalatı Yunus Peyğəmbərin əhvalatıdır. Qələm surəsində Allah Teala buyurur ki, bəs balıq sahibi kimi olma. Garantiya alırdı. Yəni bunu eləməsən böyük bir dözümə girirsən. Bəli. Yəni orada Yunus peyğəmbərin biraz tələskənliyi mövzudur. Biraz deyəndə peyğəmbərimizin zəhməti fonunda. Burada aşağıdan baxanda Yunus əleyhissalamın getdiyinin 1/10 gedə bilmərik, 100%-in gedə bilmərik. Yox, o 100%. Amma oradan baxanda, onu peyğəmbərlə müqayisə eləyəndə, görsən o tərk övlad deyir. Məsələn burada bu odur. Bəli. İki xeyirli şeydir, daha xeyirlisini seçmədi. Bəli. Yəni o hələ səbr etməli idi. Hələ Allahın əmri, yəni xüsusi bir əmri gəlməli idi, ondan sonra çıxmalı idi. Çünki hicrət məsələsində də Həzrəti Peyğəmbərə xüsusi əmr gəlməmiş çıxmadı. Tərpənmədi. Hətta döyüşmədi də. Bəli. Görürdü məsələn Əmmar, Yasir, Rizvanlı ilə anasını necə öldürürlər, atasını öldürürlər. Allah deyib tərpənmə. Bəli. Peyğəmbərə xüsusi əmr gələndən sonra özü hicrət eləyir. Müsəlmanların hamısını göndərdi. Təfvidul əmri ilə ihtida o, yəni işimi tapşırmışam. Amma Həzrəti Yunus hələ o əmr gəlməmiş çıxdı. O nöqtədən tələsdi. O nöqtə. O da ki, məsələn, Tənzihül Ənbiya kitabında Seyyid Mürtəzanın da səhvləmirəm. Amilini. Seyyid Mürtəza şeyin qardaşı. Ələmül Hüdanın kitabında, Tənzihül Ənbiyada. Orada deyir, gətir, əslində deyir, hansı qanunu əməl etdi Yunus Peyğəmbər? Çünki bəla ki, gələndə Peyğəmbər orada olmamalıdır. Çünki Peyğəmbər orada olanda bəla gəlməyəcək. Məsələn, Lut Peyğəmbər əhvalatında Lutu çıxartdı, sonra bəla gəldi. Hər hansı bir Peyğəmbər. Bəla gələndə gərək Peyğəmbər və möminlər oradan çıxsınlar. O deyir, o qanunu əslində əməl etmək istəyirdi. Biraz tələsdi Həzrəti Yunus. Əslində o tam qanunu əməl etməli ki, yəni bu bəla istəyib. Gərək Yunus Peyğəmbər oradan çıxsın ki, bəla gəlsin. Ona görə burada biraz tələskənliyə yol verdi. Amma Allah, bu əslində günah deyildi, tərk övlaydı. Yəni, daha yaxşısı o idi ki, hələ qalmalı idi, amma... Allahın rəhmətinin çoxluğunu göstərdi, nə qədər səbr eləyir. Bəli. Çox sağ olun. Allah sizi var eləsin də kömək olsun. Təşəkkür edirəm. Allah Allah bütün dualarımızı qəbul etsin. Amin. Oruc namazlarımızı qəbul etsin. Əziz izləyicilərə də mən dua edirəm ki, Allah onların da oruc namazlarını, dualarını qəbul etsin inşallah. Allah Teala inşallah İmam Zaman ağanın zuhurunu təcil eləsin. Amin. Salamat qalın.